İndi mən sənə bir dənə fakt deyim. Mən oynamışam 6 dəfə Avropa çempionatının seçmə mərhələsində. 6 dəfə. 3 dəfə 17 ilə, 3 dəfə 19 ilə. 6 dənə Avropa çempionatının seçmə mərhələsinin üçün keçə bilməmişik. İkisində də sadəcə birində bir sarı kartla keçə bilməmişik. Bərabər xalımız olub, sarı kartımız çox olub. Birində də son saniyədə Macaristan 90+6'da gol vurdu bizə. Macaristan'da Litva yox ha, Macaristan. Son keçə bilmədik də. Onlar olmasaydı 6'da 5 eləyirdik. Həmən o uşaqlar. Nə oldu? Onda heç futbolla bu qədər kütləvilik yox idi futbolda. Cəmi belə deyək də Neftçi var idi, Qarabağ var idi, Inter var idi və Əssalanda, yəni 3-4 dənə klubun hansı futbolçular ki var idi? 20-25 dənə ölkə üzrə. Hamı bilirdi ki, bu futbolçular kimdir? 17-19 yaşında. Bu dəqiqə hara getsən, əlifə hara atırsan, əlin asfara dəyir. Uşaq əlindən tərpənmək olmur. Futbol məktəbləri. Biz buna görə yetişdirmişik. Gedib Litvaya 4-0 udzuruq və yaxud da Maltanı uda bilmirik. Problemlər dərindir. Yəni təsəvvür elə ki, bu futbolçular sabah milliyə gəlməcə oynayacaqlar. Başqa bir məsələ. Necə oldu ki, bu futbolçular belə yetişdi? Bax, Avropa zonası üzrə ən zəif. Bax, mən sənə açıq, bunların hamısını görmüşəm də. Bax, 17-də istəyir Litva olmasın, İngiltərə olsun. Məsələn, mən oynamışam İngiltərəyə qarşı 17 millisində, Avropa çempionatında. Heyətə sənə sayıram. Viktor Moses, Theo Walcott, Dani Rose, Dani Welbeck heyətdir, İngiltərə heyəti. 1-0 uduzduq. Döyürdük İngiltərəni. Baş məşqçiləri çıxmışdı, heç vaxt yadından çıxmaz. Bosniya və Hersegovinada John Peacock var idi, baş məşqçiləri. Çıxmışdı, tribünadan baxırdı oyuna. 20-ci dəqiqə düşdü aşağı, başlayırdı ona qışqırmağa, buna qışqırmağa. Yəni Azərbaycanla oynayırlar da, saymırdı bizi. 20-ci dəqiqə düşdü aşağı ki, bunlar bizi döyürlər. 17-dən danışıram mən sənə. O səviyyədə çox böyük fərqi olmur. Əgər sənin futbolçuların o qədər zəif deyilsə, 17 səviyyəsində böyük uçurum olmur. 19-a gəlirsən, artıq biraz hiss edirsən o səviyyəni. Çünki onlar inkişaf eləməyə başlayırlar. Mərhələli şəkildə. 21-də gələndə isə artıq tam o inkişafın nəzərə çarpdığını görürsən. Sən görürsən ki, bunların oynadığı futbolla, bunların düşüncə fərq tərzi ilə, sürəti ilə sən uyğun gəlmirsən. O 21-də biz onu hiss edirdik. 17-də yox. Qardaş, biz qrup olub. Bax, mən başqa bir fakt deyim sizə. Düşmüşük İsrail, Danimarka, Polşa. İsraildə keçirildi çempionat. Baş məşqçi də kağız üzərində Bernard Lippert idi. Amma belə Yaşar Vahabzadə idi. Yəni komanda idarə edən. Bernard Lippert gətirdi bizə, göstərdi. Türkiyə təlim toplanışındaydıq. İsrail bizdən qabaq Rusiyanı 4-0, Braziliyanı 2-0 udmuşdu. İsrail. Danimarka ilə Polşanı qoyulan qırağa. Dedi ki, baxın bunlar nətər komandadır. Biz getdik həmən İsraili 3-0 İsraildə udduq. Polşanı udduq. Axırıncı ilə Danimarka'ya çıxdıq. Heç kimdə salamat yer qalmamışdı. Bəlirli bir oynaya biləcək futbolcu var idi da. Və qrupdan çıxdıq İsraildə. Həmən İsrail Rusiya 4-0, Braziliya 2-0 məğlub eləmişdi. Yəni deməyim odur ki, necə olurdu ki, 26-da daşın torpağın üstündə futbolcu yetişirdi. Rauf Əliyev, Novruz Məmmədov, Maksim Medvedev, mən özüm, başqa bəzi futbolcular da var, adlar yanında. Daşın üstündən, o 26 medasası görmüşdün, o indiki Bayır stadionu var ha. Otun biri buradaydı, üstündə kesildi, başın dəydi kubikə, yıxılanda. Oradan futbolcular çıxırdı. İndi həmən poliyə xalçadı, futbolcu çıxmır. Bəs yaxşı,
Bunu araşdırmaq lazımdır da. Bu niyə belədir? Bunu araşdırmaq lazımdır Mən bir qardaş. şey deyim onu. Niye 17'den sonra 10 çetir? Mən deyim. Araşdırmaq lazımdır bunları.